Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə ingilis dilində ismin halları, cases of noun təqdim edirəm. İsmin ən çox işlənən və tanıdığımız 3 halı üzərində dayanıb yerdə qalan 3 halı da izah edəcəm. Birinci nominative case'dir, yəni adlı haldır. Who, what suallarına cavab verir. Nümunəni görürsünüz. Who is reading a book? The boy is reading a book. Objective case, yəni obyekt halıdır. Whom, what suallarına cavab verir. Misal, whom və yaxud da what did you see yesterday? I saw the teacher yesterday. Kimi və yaxud da nəyi gördün dünən? Possessive və genitive case ən çox rast gəldiyimiz hallar budur. Yelik haldır. Sualı whose'dur. Whose car is this? This is Ayan's car. Əziz müdavimlər və abituriyentlər, magistrlar, dilçilik forması baxımından ingilis dilinə semantik, yəni məna, üslubda yanaşıldıqda ismin aşağıdakı halları var. Dative, accusative, instrumental, locative, ablative halları. Lakin bunlar Latin, qədim Yunan və qədim ingilis dillərinə məxsus olan hallardır. Qeyd edim ki, müasir ingilis dilində isimlər şəkilçilərini itiriblər. İndi həmin mənaları şəkilçilər deyil, sözünləri, yəni bildiyimiz prepositions və söz sırası düzəldir. Buna görə də müasir qrammatika bütün bu halları birləşdirib cəmi 3 hal saxlayıb. Halların müasir ingilis dilində təhlilinə baxaq. Dative case, yəni bizim bildiyimiz yönlük hal Azərbaycan dilində bu dolayı tamamlıqda adlanır. Ona aid bir nümunəyə baxaq. She gave the book to John. Bəli, mənaca tamamilə doğrudur. Yönlük hala uyğun gəlir, amma müasir ingilis dilində buna ayrıca dative case yox, objective case, yəni obyekt halı deyilir. Cümlədəki funksiyası isə indirect object adlanır. Keçək accusative case-ə, yəni təsirlik hala. Bu vasitəsiz tamamlıqdır. Bildiyimiz kimi she read the book nümunədir. O oxuyur nəyi? Kitabı. Müasir qrammatikada bu ayrıca hal deyil, objective case-in daxilində gedir və cümlədə direct object vasitəsiz tamamlıq adlanır. Instrumental case, yəni vasitəli halı. She cut the cake with a knife. Bu sadəcə sözünü with vasitəsilə ifadə olunmuş objective case-dir. Locative case, bizim yerlik hal. The book is on the table. Söz önləmələ gəlir, yerini göstərir. Bu hal şəkilçisi deyil, yer bildirən sözündür. Müasir ingilis dilində bu da objective case sayılır. Ablative case çıxışlı haldır. Adətən from, by söz önləri ilə işlənir. Bəli, Azərbaycan dilindəki dandan şəkilçisinin mənasını daşıyır. Amma ingilis dilində bu funksiyanı hal yox, from sözünü yerinə yetirir. Qrammatik olaraq yenə objective case qəbul edilir. Gəlin belə bir xülasəyə baxaq. İmtahan üçün hansını yadda saxlamalısınız? Əziz dinləyənlər və izləyənlər, ingilis dilində bu funksiyaların hamısı var. Amma praktik qrammatikada və imtahanlarda, məsələn, müəllimlərin işə qəbulu və ya digər qrammatika imtahanlarında bu 5 halın hamısı dative, accusative, instrumental, locative, ablative birləşərək yalnız və yalnız tək bir ad altında gedir. Yəni, objective case, obyekt halı altında gedir. Yəni, işimizi bildiyiniz kimi xeyli asanlaşdırıblar. Adlı hal üçün nominative, yəlik üçün possessive, yerdə qalan bütün digər hallar, yəni kimi, kimə, kimdə, kimdən, kimlə üçün isə sadəcə objektiv halı və sözünləri istifadə edirlər. İncə bir məqama toxunmaq istəyirəm. Possessive case, yəni mənsubiyyət, yəlik forması ilə genitive case, cins, növ, yəlik hal arasındakı incə bir fərqə baxaq. Deməli, genitive case daha geniş bir anlayışdır. O təkcə sahiblik bildirmir, həm də mənşə, tərkib, ölçü, növ və ya xarakteristika ifadə edir. Adətən cansız varlıqlarla və yaxud da of sözünü ilə düzəlir. Baxmayaraq ki, bəzən apostrof s forması da və yaxud da ki, cəmdə olarsa s apostrofla da deməli, genitiv funksiyasında çıxış edə bilər.
Əsas xüsusiyyətləri nəyin və ya hansı növ, what kind of suallarına cavab verir. Example, the roof of the house, evin damı. Dam evə sahib deyil, onun bir hissəsidir. Və yaxud a cup of tea, bir fincan çay tərkib bildirir. A women's college, qadınlar kolleci. Kollec qadınlara məxsus deyil, qadınlar üçün nəzərdə tutulub. Növ təyinat bildirir. Genitive of description'dır. Yəni, hansı nöqtəyə fokuslanmalıyıq? Deməli, birbaşa sahiblik və mənsubiyyət bildirməsinə, əlaqə, hissə, növ, mənşə və tərkibə, kimə, nəyə aid olur, əsasən canlılara, insanlar və heyvanlara aid olur, həm cansızlara da aid ola bilər, bu zaman of ilə işlənir, həm də ümumi qruplara. Düzəlmə forması. Əksərən of ilə, bəzən apostrof ilə də düzələ bilər, təkdə cəmdə isə apostrof da ola bilər. Sualı whose, kimin, what kind of, which, nəyin, hansı suallarına cavab verir. Qısa bir qeydə baxaq. Hər possessive, yəni sahiblik forması bir genitiv haldır, amma hər genitiv halı mütləq sahiblik possessive bildirmir. Məsələn, a 2 weeks holiday, 2 həftəlik məzuniyyət ifadəsində məzuniyyət 2 həftəyə məxsus deyil, sadəcə müddət bildirir. Genitive of measure. Diqqətinizə görə sağ olun. Ümidvaram ki, sizin üçün bu video material çox yararlı olacaq. Bəyəndinizsə komment etməyi və layıqlamağı unutmayın.